Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 24-də Praqada Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramının 5 illiyinə həsr olunan sammitdəki çıxışı zamanı Ermənistan Prezidenti Serj Sarkisyan'a tutarlı cavabı Türkiyə mediasının gündəliyinin bir nömrəli xəbəridir. Buna qardaş ölkənin kütləvi informasiya vasitələrində Prezident İlham Əliyevin çıxışı ilə bağlı yayımlanan yazıların, televiziya və radio reportajlarının müəllifləri də xüsusi vurğulayırlar. Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi dövlətimizin başçısının Türkiyəyə yüksək qardaşlıq münasibətinin bariz göstəricisi kimi dəyərləndirilir. Nüfuzlu Sabah qəzetində Əliyevdən Ermənistana sillə kimi cavab sərlövhəli məqalə dərc olunub. Müəllif məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından sitat gətirərək yazır. Bugün təəssüf ki, Ermənistan Prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu eşitmək asandır. Çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhəddinin niyə bağlı olduğunu deyə bilərəm. Habertürk qəzetində dərc olunmuş məqalədə isə bildirilir ki, Çexiyanın paytaxtı Praqada keçirilən Şərq tərəfdaşlığı sammitində Ermənistan Prezidenti Serj Sarkisyanın Türkiyənin ünvanına söylədiyi tənqidi fikirlərə Azərbaycan Prezidenti İlham Əliyev sərt cavab verdi. Məqalədə Azərbaycan Prezidentinin çıxışından fikirlərə də yer verilib. Baş nazir Ərdoğan bir neçə il öncə bəyanatla çıxış edərək Ermənistanın rəhbərliyinə bütün arxivləri açmağı təklif etdi ki, tarixçilər iki xalq arasında münasibətlərin tarixi məqamlarını nəzərdən keçirsinlər. Ancaq bu təklif adekvat cavabla qarşılanmadı. Dünən isə baş nazir Ərdoğan erməni əsilli insanlara başsağlığı verdi. Ancaq təəssüf ki, buna da Ermənistan tərəfindən müvafiq reaksiya verilmədi. Azərbaycan Prezidenti İlham Əliyevin Serj Sarkisyana cavabı ilə bağlı məqalələr Türkiyənin Milliyyət, Radikal, Axşam, Posta, Cumhuriyyət, Hürriyyət, Daily News qəzetlərində dərc olunub. Həmçinin Yeni Şafaq, Sözçü, Star qəzetləri və digər bu nəşrlər də Prezident İlham Əliyevin qətiyyətli mövqeyindən bəhs edib. Türkiyənin TGRT, TRT Türk, TRT Avaz, TRT Haber və digər televiziya kanallarında yayımlanan, eləcə də Doğan, İxlas agentlikləri, Haberlər, Haber 3 və sair xəbər portallarında yerləşdirilən şərhlərdə qeyd edilir ki, Türkiyə nümayəndələrinin təmsil olunmadığı Praqa sammitində Ermənistan prezidenti fürsətdən istifadə edərək rəsmi Ankaranı qondarma soyqırımı ilə bağlı konstruktiv mövqe tutmağa, digər tərəfdən isə Ermənistanla sərhədlərini açmamaqda əsassız olaraq ittiham etmiş və bu ölkənin Avropa İttifaqının üzvlüyünün yol verilməz olduğunu deyib. Azərbaycan Prezidenti İlham Əliyev bu çıxışdan dərhal sonra Ermənistan prezidentinə sərt cavab verib. Prezident İlham Əliyevin çıxışından statların yer aldığı şərhlərdə diqqətə çatdırılır ki, bu samitdə Azərbaycan dövlətinin başçısı Ermənistan prezidentinin səsləndirdiyi əsassız iddialar qarşısında Türkiyəni qətiyyətli müdafiə edib. Bu sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığının daha bir təsdiqidir. Türkiyə kütləvi informasiya vasitələrində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərinə də yer verilir. Bizim əhali etnik təmizləməyə məruz qalıb və bu işğal BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, Avropa Parlamentinin qətnaməsi və Avropa Şurası Parlament Assambleyasının qətnaməsinə baxmayaraq bu günədək davam edir. Ermənistan bu qətnamələrə məhəl qoymur və nə tarixən, nə də beynəlxalq hüququn normalarına əsasən onlara aid olmayan ərazinin işğalını davam etdirir. Qardaş ölkənin mətbuatında verilən yazılarda bildirilir ki, Prezident İlham Əliyevin sammitdəki çıxışı Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu daha da yüksəklərə qaldırıb. Prezident İlham Əliyevin Praqadakı cəsarətli çıxışı ilə Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu nümayiş etdirib, təcavüzkar Ermənistanın işğalçılıq siyasətini və riyakarlığını ifadə edib. Türkiyə mediasında yayımlanan bütün məqalələrdə Azərtaca istinad edilir. Cavid Bədəlov, Aygün Həsənova, Hümbət Məmmədov, Azərtac.